bu vətəni qorumaq üçün and içənlər oğullardı. Qarabağı düşmənlərdən azad edən oğullardı. Oğulları bu dünyaya gətirənlər analardı. Qəhrəmanlıq dühasını aşılayan atalardı. Hər bir halda oğulları torpaq üçün yetişdirən, onları da güclü edən, hər zaman da bil onlara vətən, vətən söyləyən də, bu sözləri hər bir vaxtda beyinlərə həkk etdirən analardı, atalardı. Qarabağda döyüşlərdə canlarını sipənd edən söylə kimdir? Oğullardı. Düşmənlərə can verməyən, torpaqları azad edən, bu döyüşdə qan da tökən söylə kimdir? Oğullardı. Dayanmadan irəliləyən, torpaqları azad edib diz çökərək onu öpən söylə kimdir? Oğullardı. Şəhid olub qan tökənlər, vətən üçün öz canından keçənlər bəs söylə kimdir? Əlbəttə ki, oğullardır. Qanlarıyla bu torpaqda tarix yazan, baş uzaldan söylə kimdir? Oğullardır. Onlar haqda yazı yazan, bu dünyaya tanıttıran, hər yazanda yaş axıdan, ürəyində bir ağrıdan söylə kimdir? Analardır, atalardır.